Prezident Münhendə təsdiqlədi, bu məsələdə güzəşt yoxdur. Transatlantik ailə görüşü adlandırılan və ənənəvi olaraq Qərb blokunun birliyinin sərgiləndiyi Münhen Təhlükəsizlik Konfransı bu dəfə daha çox ailə daxili münaqişə ilə yadda qaldı. ABŞ-Avropa xəttində qarşıdurma açıq müstəviyə keçib və toqquşma artıq ailə daxilindən kənara qlobal müstəviyə daşınır. Qərb liderlərinin Münhen tribunasındakı ritorikası mövcud mənzərəni tam əks etdirirdi. Bu qarşıdurma fonunda Münhendə birləşdirici həm də bütün tərəflərin təmas qurmaq istədiyi, verdiyi mesajlara, etdiyi çıxışlara Avropanın qulaq kəsildiyi bir lider vardı, Azərbaycan prezidenti İlham Əliyev. Bakıda ABŞ-ın vitse-prezidenti James David Vance-lə görüşən, Vaşinqtonun regionda həlledici və qərarverici oyuncu kimi qəbul etdiyi prezident İlham Əliyev Münhendə Avropa liderlərinin xüsusi diqqəti ilə qarşılandı. Təsadüfi deyildi, çünki yeni dünya nizamının formalaşdığı mövcud vəziyyətdə qlobal qarşıdurma açıq müstəviyə keçib və bu geosiyasi mübarizədə prezident İlham Əliyev bütün tərəflərin sıx münasibət qurmaq istədiyi nadir liderdir. Bu kontekstdə Azərbaycan liderinin Münhendə verdiyi mesajlar, keçirdiyi görüşlər Avropa elitası üçün maraqlı idi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində diqqət mərkəzində olan panel iclaslarından biri də məhz Azərbaycan liderinin iştirak etdiyi açıq dəhliz siyasəti. Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusundakı müzakirələr oldu. 3 amil burada xüsusilə önəmlidir. Dəhlizlər urğunda gedən yeni əsrin güc mübarizəsində Trans-Xəzər nəqliyyat marşrutu önəmli paya sahibdir. Avrasiyanın nəqliyyat şəbəkəsini birləşdirən bu marşrutun açar ölkəsi Azərbaycandır. Azərbaycan lideri Çindən Avropaya uzanan marşrutun keçdiyi coğrafiyada proseslərin inkişafına yön verən birləşdirici liderdir. Bu amillərə görə Azərbaycan liderinin iştirak etdiyi panel müzakirələrinə beynəlxalq diqqət böyük idi. Prezident İlham Əliyevin əsas qayəsi isə dəyişməz olaraq qalır, Azərbaycanın milli maraqlarının təmin edilməsi. Avropa tribunasından Azərbaycanın mövqeyini, qlobal və regional proseslərə yanaşmasını təqdim etmək üçün Münhen mühüm platforma idi və Prezident İlham Əliyev bu imkandan diplomatik ustalıqla istifadə etdi. Prinsipiallıq, cəsarət və siyasi iradə. Bu, prezidentin verdiyi mesajlarda açıq hiss olunurdu. İlham Əliyev növbəti dəfə dünyaya göstərdi ki, Azərbaycan təkcə regional aktor deyil, artıq öz sözünü qlobal siyasi masada deyən, mövqeyini açıq və tərəddüdsüz ifadə edən güclü dövlətdir. Onun bu toplantıda iştiraki diplomatik jestlərin və protokol çıxışlarının fövqündə idi. Söhbət milli maraqların sərt, aydın və kompromissiz müdafiəsindən gedir. Azərbaycan məsələsində güzəşt yoxdur. Dövlət başçısı qlobal təhlükəsizliyin müzakirə edildiyi platformada bir daha bu prinsipial mövqeyi bəyan etdi. Bu ölkə Ermənistana Harobun analoqunu verdi. İsrail istehsalı olan və Azərbaycanın 2-ci Qarabağ müharibəsində geniş tətbiq etdiyi Harob kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın Davaro şirkətinin nümayiş etdirdiyi Dragonfly 3 pilotsuz aparatının Harob dronlarına oxşarlığı vurğulanıb. Məsələ burasındadır ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərisində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələr də mövcuddur. Axar, az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib. Azərbaycan və Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu arada Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfdaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər. Google şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərinin də bu bazara diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar.
Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində 5 illik plan qəbul edib. Eynilə ilə İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib. Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı, süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür, deyə ekspert əlavə edib.